Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala eşrefil enbiyai vel mursalin nebina Muhammedin ve ala alihi ve sahbihi ve men tabi'ahum bi ihsanin ila yevmiddin emma ba'd. Ebu Sa'id el-Hudri Ebu Sa'id el-Hudri radıyallahu anhu der ki enne Resulullah sallallahu aleyhi ve sellem kâne ya'tekifu fil aşril avsati min Ramazan. Peygamber sallallahu aleyhi ve sellem deyir, Ramazanın orta 10 günlüğündedir etikaf ederdi. Orta 10 günlüğünde. 3 10 günlükte, evveli, ortası, ahırı. Orta 10 günlüğünde etikaf ederdi. Fe'tekefe amen. Bir il deyir belə etikaf etdi. Hatta izâ kâne leylete 21 və gəldi deyir, hətta 21. gecə oldu. Və hiyəl leylətulleti yaxrucu min sabihətihə min etikafihi. Və həmən 21. gecənin sabahısı etikafından çıxmışdı. Deməli, nə vaxt etikaf eləmişdi Peyğəmbər sallallahu bu ili? Ramazanın orta 10 günlüyündə. 21. gecənin sabahı isə artıq etikafdan çıxmışdı. Qal və Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, mən kənə i'təkəfə ma'i, kim mənimlədir etikaf edirsə, fəl-yə'təkifil aşrəl əvaxir. Son 10 günü etikaf etsin. Son 10 günü etikaf etsin. Və qad uritu hədihil leylətə thumma unsituhə. Mənə deyir, həmən o gecə, yəni Qədir gecəsi, mənə göstərildi hansı gecə olduğu. Sonra unutturuldu. وَقَدْ رَأَيْتُنِي أَسْجُدُ فِي مَاءٍ وَطِينٍ مِنْ صَبِحَتِهَا. Həmən gecənin sabahısını su və palçığın üzərində özümü səcdə edən gördüm. فَالْتَمِسُوهَا فِي الْعَشْرِ الْأَوَاخِرِ. Siz onu son 10 gündə axtarın. وَالْتَمِسُوهَا فِي كُلِّ وِتْرٍ. Və onu eyni zamanda hər tək gecələrdə axtarın. Birinci deyir son 10 gündə, sonra onun içərisində tək günlərdə də onu axtarın. Deyir ki, səhabə sonra davam edir kim? Əbu Sa'id el-Hudri. فَمَطَرَتِ السَّمَاءُ تِلْكَ اللَّيْلَةِ وَكَانَ الْمَسْجِدُ عَلَى عَرِيشٍ فَوَكَفَ الْمَسْجِدِ. Deyir, həmən gecə deyir, yağış yağdı və məscidin üzəri də deyir, digər hədislərdə də gəldi ki, tavanı xurma budaqlarından idi. Və yağış yağdı deyir, həmən xurma yarpaqlarının arasından yağış sızdı və məscid islandı. Fəbəsarat aynəyə Rasulullah sallallahu aleyhi ve sellem alə cəbhətihi əsərəl mə'i və tin. Və mən də deyir, bax bu gözlərimlə Peyğəmbər sallallahu aleyhi ve sellemin alnında və burnunda palçıq izini gördüm. Min subhi 21. 21. gecənin sübhündə. Deməli, bu hədislər də gəlir, İmam Buxari rahimehullah rəvayət edib bu hədisi. Buradan biz nə başa düşürük? Deməli, birincisi Peyğəmbər sallallahu aleyhi ve sellemə Qədir gecəsinin hansı gecə olduğu göstərilib, sonra unutturulub. Bu hamısı Allahdandır, Allahın hikmətindəndir. Yəni, Qədir gecəsinin konkret günü unutturulub Peyğəmbər sallallahu aleyhi ve sellemə. Amma hansı dəqiqdir? Son 10 günün içərisində olması dəqiqdir. Həmən 10 günün içərisində də tək gecələrdə olması daha çox ehtimal olunandır. Deməli, eyni zamanda burada nə var? Həmən bu ili Əbu Sa'id el-Hudri radiyallahu anh rəvayət elədiyi bu il, deməli nə olub? Qədir gecəsi 21. gecəyə təsadüf eləyib. Amma bu demək deyil ki, daim 21. gecə olacaq. Ümumən, sonda onu deyim ki, qardaşlar, Qədir gecəsi Ramazanın son 10 günün gecələrindədir. Cüt günlərdə də ola bilər, tək günlərdə də ola bilər. Ona görə ən yaxşı nədir? O son 10 günün bütün gecələrini dəyərləndirmək. Tək günlərində, cüt günlərində. Cəmsi 10 gündə, elhamdülillah. Ramazan olsa çıxaçıqdır, əldən gedir fürsət. Ən yaxşı odur dəyərləndirəsən bütün gecələri ki, hətta bir növ əmin olasan ki, inşallah ki, Qədir gecəsində mən konkret bilməsəm də, heç əlamətlərini də görməsəm, bilirsən ki, həmən bu gecələrdən birinin içərisindədir. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, son 10 günün içərisindədir. Peyğəmbər sallallahu aleyhi ve sellem haqqında Allah azze ve celle deyir, وَمَا يَنْتِقُ عَنِ الْهَوَى اِنْ هُوَ إِلَّا وَحْيُوهَا. O öz nəfsi istəyən danışmır. Onun danışdığı ancaq ona təlqin edən bir vəhidir. Deməli nədir? 100% 10 günün içərisindədir. 100% son 10 gecənin içərisindədir və o gecə 1000 aydan xeyirlidir. 83 ildən əfsəldir.
Allah Azze və Cəllə bizdən müvəffəq eləsin ki, Qədir gecəsini dura bilək. Qədir gecəsini müvəffəq olaq ibadətlərə, salih işlərə. Allah Azze və Cəllə bizləri batil əməllərdən, sözlərdən, fikirlərdən və s. uzaq etsin. Müvəffəq eləsin ki, həmən o gecənin fəzilətindən faydalanaq. Allahumma amin. Və subhanəkə Allahumma və bihamdik. Əşhədü ən la iləhə illə ənt əstəğfiruka və etûbu ileyk.